Davam edirik əziz tamaşaçılar. Studiyamızı bəzəyən bu gözəl əl işlərini görürsünüz. Sənətkar qonağımız var. Sadə gildən, torpaqdan düzəldilən bu nümunələr həm əl zəhməti, həm də naxışların sehridir. Elə bu barədə bizə rəssam Günay Cabbarova həm danışacaq, həm də göstərəcək. Xoş gəlmişsiniz Günay. Sabahınız xeyir olsun. Sizi. Çox gözəldir əl işləri. Həm fərqlidir, həm rəng, həm ölçü, həm də funksionallığı baxımından zövqləri oxşuyur. Və istərdik elə əvvəlcə söhbətimizə başlayaq. Neçə müddətdir keramika ilə məşğulsunuz? Bu bədii keramika, digər sənət növlərində varmı yaradıcı nümunələriniz? Bəli, burada gördüyünüz hər bir nümunə özümə aiddir. Demək olar ki, 4 ildir artıq keramika ilə məşğulam. Qabların bişirilməsi mərhələsindən tutmuş, onların şirəyə çəkilməsi və naxışların vurulmasına qədər hazırlanması, qabların bişirilməsi, hamısının yeni rəsmlərin çəkilməsini, hamısında. Gildən də özünüz hazırlayırsınız. Bəli. Nümunəsi bax belədir dostlar. İndi biz studiyada bax bu gözəl qabdan gözəl bir nümunə hazırlayacaq Günay xanım bizə. İçində artıq cizgiləri var, konturlar çəkilib, amma rənglənmə və hazırlama prosesini elə burada söhbət edə Günay xanım eləyəcək. Günay xanım başlayaq. Nə eləyəcəyik? Biz burada ən çox gəlin bahar fəslinə uyğun bir çiçək rəsmindən istifadə eləyək, hə? Rənglər də müxtəlif olacaq. Buyurun, siz başlayın, biz isə Kənanla söhbət edəyik. Kənan, adətən deyirlər ki, xanımlarımız mətbəxdə gözəl qablardan, gözəl, deyək ki, hazırlanmış əşyalardan istifadə edəndə daha həvəsli olurlar. Həm yemək bişirməkdə, həm qonaq qəbul eləməkdə. Yəni elədir? Məncə elədir. Çünki bax elə bu qabların özünün rəngi, quruluşu, forması. Bax məsələn, artıq qaba baxanda insan gözündə nə canlanır? Məsələn, bura qəşəng ləbləbi, qoz fındıq. Ay, sağ ol. Mən də bax, inarsan onu görən kimi, qabı görən kimi. İçində təqdim olunan neymətləri düşünür əsas. Yəni bunun içinə məsələn şirniyyat düzmək olar, desertlərdən istifadə eləmək olar. Amma ən əsası odur ki, naxışlar özləri də danışır. O naxışların hər biri, həm istər milli naxışlar, ornamentlər olsun, istər müasir naxışlar olsun. Hər Günay xanım, ən çox hansılardan xoşlayırsınız işləməyi? Əsasən milli ornamentlərdən işləyirik. Gördüyünüz orada da Bakı əsərləri var. Gündəlik həyatda da yəni insanların gözünün zövqücü olmaq üçün də, həm də dekorativ yanaşma baxımından da əsasən sadə naxışlarda istifadə edirik. Bu qablar adətən qədim küplər oxşuyur. İçində sanki qızıl filan saxlayırlar. Bu nə üçün, nə məqsədlə istifadə olunur? Həm dekorasiya üçün, həm gündəlik istifadə üçün. Güldan filan da istifadə edilir. Əslində. Nə qədər müddət ərsəyə gəlir bəs bunların gildən hazırlanması, rənglənməsi, şirələnməsi? Biraz zaman alır. Təxminən yəni həmin qabın hazırlanma müddəti, onun quruması, sonra onun bişməyə gedib şirələnməyi və o bizi util formada, ağ formada qayıdır. Biz onun üstünə rəsmləri çəkirik. Yəni o rəsmindəki ölçüsünə, həcminə görə dəyişir ki, yəni gününün artmasını. Prosesin hər birini öz emalatxananızda həyata keçirirsiniz. Ən çox da qablarda, bax belə həndəsi formalı qabların, məsələn, 3 bucaq, trapez, 4 bucaqlı, dairə formasında hazırlanan qablar çox diqqət çəkir. Onlar baxmayaraq ki, gildəndir, amma həm də forma etibarilə çox gözəldir. Məsələn, funksionallığa görə biz belə qabları adətən daha çox plastik qablar kimi görürük. Limonların sıxılması, burada limonların sıxılması və şirəsinin olunması. Amma baxın, keramikadan da var. Günay xanımın əl işidir, çox gözəldir. Günay xanım, güldanlar da bilirik ki, xanımlarımızın ən çox sevdiyi dekorativ formada otaqlarımızda istifadə etdiyimiz bax belə güldanlar. Məsələn, onların həm forma, zərif çiçəklərlə bəzədilməsi, həm forma baxımından çox gözəldir, həm də funksionallığa görə çox gözəldir. Sevdiyim çayı armudu stəkanda içməkdir mənim üçün. İlk dəfədir mən keramikadan armudu stəkan görürəm. Bu stəkana baxanda... Adı üstündədir, stəkandır artıq, amma keramikadan hazırlanan armudu stəkan. Maraqlıdır. Maraqlıdır, gözəldir. Sanki nağıl dünyasını oxşuyur. Bir növ, adətən düzdür, qeyd elədim ki, bəylər daha çox içində təqdim olunan neymətlərə üstünlük verir. Amma bu gözəlliyi də göz oxşuyur, etiraf eləmək lazımdır. Amma razılaşaq ki, gildən hazırlanan çaydanlarda
çay gözəl dəm alır. Bu artıq ənənədir. Yəni hətta bunu yoxlaya da bilərik. Keramikadan hazırlanan, bax belə kiçik çaydanlarda çay dəmləmək, bir də var ənənəvi çaydanlarda dəmləmək çox fərqli olur. Dadında, tamında da fərqlilik olur, rəngində də fərqlilik. Günay xanım, rahat şəkildə mətbəxdə istifadə eləmək olur. Bəli, bəli, hər şey. Yəni rəng baxımından, yuyulanda, Hərarət baxımından. Bəli, tam istifadəyə yararlıdır. Yəni heç bir rəng solması. Düzəldiyiniz əl işlərindən özünüz istifadə edirsiniz evdə? Nə maraqlı. Baxmayaraq ki, onlar bir qədər həcm etibarilə bir qədər çox ağırdır qablar. Keramik qablar ağırdır. Amma ki, istifadəsi, yəni onun gözəlliyi elə onun materialında, istifadə olunan xam malında. Elə hiss edirəm ki, sanki dəmir qaşıqla toxunsam sınacaq. Amma elə bir təhlükə var? Yoxdur. Günay xanım, siz işləyin. Adətən bizim studiyamıza gələn sənətkarlar bir söhbətə başını qatıb, gözəl təravəti özündə əks etdirən, həm naxışlarında, həm incəliyində, həm də yaradıcılıq etibarilə çox gözəl keramika nümunələri bizim bugün studiyamızda nümayiş olunur. Elə onlardan bir nümunəsi də artıq tamamlanmaq üzrədir. Deyəsə, Günay xanım limonları çox sevir. Çünki qabların əksəriyyətində hiss edirəm, limonlardan daha çox istifadə edir. Bu da özü də bir təravət göstəricisidir. Həm rəng baxımından, həm də dad baxımından. Günay xanım, pedaqoji fəaliyyətlə də məşğulsunuz. Düzdürmü? Biraz məlumat verərdiniz bu barədə. Belə deyək ki, indi hal-hazırda işlədiyim studiyada FIFA Art Space. Orada da keramika dərsləri, duluşçuluq dərsləri, rəsm dərsləri keçirilir. Orada da özüm keramika dərsi təhsil edirəm. Keramikada yaş məhdudiyyəti necə var yoxsa? Var. Əsasən 6 yaşdan yuxarı şəxslərlə, uşaqlardan işləyirik. Balaca olanda düzdür. Yəni edirlər, amma ki bir o qədər də yəni professional olmur. Bəli, həvəsləndirici olur. Amma ki yəni 6 yaşdan yuxarı hər bir şəxslərlə yəni keramika işləmək olur. Keramika üzərində ən çox rəsm əsərlərinin işləməsi ilə məşğul olurlar. Yəni şagirdləriniz, yoxsa elə qabın özünün hazırlanması, bişirilməsi? Yox, bişirimi hazırlanmaq əsasən gildən, əldə ya da duluşçuluqda qançar üzərində hazırlanmada işləyirlər. Gildən olanda, əldən olanda uşaqlar daha çox marağı olur. Çünki yəni əldə xəmir yoğururlar, gil yoğururlar, onlar formaya salırlar, maraq olur onlar üçün. Bu dəzgahın kiçik formada olanı var? Bir dəfə studiyaya. Bəli, bəli. Gətirib burada bir keramika nümunəsi özümüz hazırlayaq burada. Bəli, bəli. Sıfırdan başlayaq hazırlamağa. Bəli, sıfırdan hazırlamaq, onun yəni hazırlanması, rənglənməsi prosesinin hər birini sözləşə çəkilən hər hansı bir yaradıcı işin ideyası kimdən gəlir adətən? Kim verir ki, məsələn, bugün bu rəsmi işləyəcəyik qab üzərində? İdeyanı əsasən yəni biz özümüz də, biz keramistlər olaraq da veririk. Təsisçimiz də çox azın köməkli olur. Yəni hər birimiz yəni ideyalar... Rəng baxımından, yəni onların seçilməsi, forması, onları yəqin ki, sifariş kimi verilir və siz işləyirsiniz. Əsasən həm sifarişlər, həm də ki, özümüz işləyirik. Sifarişlərdə yəni sifariş verənin, necə deyim, zövqünə uyğun, həm istəyinə uyğun olaraq hazırlanır. Özümüz işlədiyimizdə ki, özümüz yəni həm dekorasiyasını, həm rəng boyasını. Gözəl. Uğurlar arzulayırıq həm sizə, kollektivinizə. Gələn dəfə mütləq gələndə o kiçik dəzgahı gətirin ki, biz də burada nəsə gəlin bir nümayiş elətdirək kameramıza. Düzdür, bu hələ yarımçıq bir işdir. Amma bunun hazırlanması yox. Çünki proqramımızın bu bölümünü artıq sona yetiririk və bax, bu istərdim bu naxışı. Tamam da olsa amma... Limonların səhər-səhər ətrini və o rəngini duyasınız. Çox sağ olun Günay xanım. Bu sonra şirələnəcək hazır olandan sonra və neçə gün gözləmək lazım olur quruması üçün? Bu hazır artıq qurumuş formadır. Bunu biz göndəririk şirələnməyə, şirələnir və hazır artıq istifadəyə yararlıdır. Təşəkkür edirik. Uğurlarınız bol olsun. Çox sağ olun.